Ona görə şeyxlərimizdən biri, Şeyx Hişam, Allah qorusun, başqa şeyx, o gözəl bir şeydir. Dedi, qardaşın düşün, elə bir məcəl yarat ki, yəni fürsət yarat ki, o sənə qarşı səhv eləyəndə gəlib üzr istəyə bilsin. Yəni, məsələn, sənə qarşı bir səhv eləyib, sən deyirsən ki, qardaşım, mən elə düşünürəm ki, sən belə söz deyən adam deyilsin, belə şey demərsən. Bu hərəkəti inanmıram, qəsdən, bilə-bilə eləmirsən. Ola bilər fikirliydin, ola bilər edə bəlkə qəzəblənmişdin və ya həyat problemlərlə doludur. Bəlkə bir problemin var idi deyənə, o məqama düşdün, mənə bir sözdür. Sən ona sanki demək istəyirsən ki, üzr istə. Ona üzr istəmək üçün üzrlər gətirirsən, onun özün üçün. O deyir ki, qardaş, düz deyirsən, subhanallah, o gün belə qəzəbliydim, heç bilmədim nə də sən. Bəlkə də adamın səndən üzr istəməyə heç fikri yox idi. Lakin elə bir fürsət atdın ki ona, elə bir məcəl verdin ki ona, o gəldi sənə deyir ki, qardaşım, üzr ilə. Sonra şeyx gözəl bir misal çəkdi, dedi ki, necə balıq tutanda, sən qırmağın ucuna nə edirsən? Nəsə qoyursan. Təbii ki, tutduğun balığın istədiyi bir qidanı. Əvvəl mən də deyirdim ki, toyuğu tutmaq üçün cip-cip eləmək lazım. Sən gərək toyuq bilsək sana kəsmək üçün tutursan, ay gələr. Lakin cip-cip edirsən ki, gəl. Sonra tutursan, kəsirsən. İnsanlardan hətta haqqını belə almaq istəyirsənsə, o zaman usulub gözəl olmalıdır.